İlk öncə onu deyim ki, bu mənzilin çox gözəl proyekti var. Videonu diqqətlə izləyin, göstərəcəm necə. Mənzil də yerləşir Nərimanovda, Qarabağ küçəsində, Təhsil Nazirliyinin yanında. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış mənzilli 3 otaqlıdır. Çox geniş ölçüyə malikdir. 120 kvadrat ölçüsü var. İndi mən mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsinə. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə böyük güzgümüz yerləşdirilib gizli işıqla və açarlıq bu hissədə eyni zamanda lefka daraqlardan istifadə olunub. Daxil olduqda sol tərəfdə burada divar içi şkafımız yığılıb. Gəlin buranın içərisini göstərim sizə. Dərinlik barədə tam təsəvvürünüz yararsın. Demək olar tam axıra kimidir. Görürsünüz, şkaflar çoxdur. Bura paltar, ayaqqabı, hər şeyi tam rahatlıqla yerləşdirə bilərsiniz. Döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. İşıqlandırmada lüstrdən istifadə olunub. Əlavə olaraq trek işıqlar var. Eyni zamanda bura işıqları da görürsünüz. Otaqların yerləşməsini nəzərə çatdırın. Daxil olduqda sağ tərəfdə mənzilin mətbəxi, yanında qonaq otağı, bura mənzilin ümumi sanitar qovşağı, solda isə yana 2 yataq otağımız yerləşir. Başlayaq elə göstərdiyim mənzilin qonaq otağından. Onu deyim ki, geniş ölçüyə malikdir. Təxmini 25-27 kvadrat olur. Bəlkə də biraz da artıqdır, 28 kvadrat. Yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Yəqin ki, videodan da hiss edirsiniz. Tam əşyalı mənzildir. Necə görürsünüz, elə satılır. Burada deməli nəyimiz var? Mən onu nəzərə çatdırım. Bu hissədə kreslomuz, divan, jurnalli, orada 8 nəfərlik masamız yerləşdirilib. Vitraj pəncərə, qarşısı açıqdır. Pərdələr asılıb hazırdır. Kondisionerin yerini kimi qoyulub görürsünüz. TV stendimiz bu hissədə yığılıb, sol hissədə aksesuarlar, aşağı hissəsi də eyni ilə şkafdır. Böyük ekran televizorumuzda yerləşdirilir. Mərkəzdə də çox gözəl böyük lüstrumuz var və bu hissədə dekorumuz da yerləşdirilir. Görürsünüz, divarda bu da ümumi təmirə, dizayna əlavə gözəllik verir. Eyni zamanda lefka işləmələr var, lefka daraqlardan istifadə olunub. Yəni çox gözəl qonaq otağı var, ümumi olaraq göstərirəm. Yəqin ki, siz də mənimlə razılaşarsınız. Döşəməsi isə parketdir, parketdən istifadə olunub və eyni zamanda açıq rəngli divar kağızlarından istifadə olunub. Ona görə də mənzil ümumilikdə gözü yormur. Keçək mən sizə göstərib qonaq otağının düz yanında yerləşən mənzilin mətbəxini. Mətbəx də ölçü olaraq qonaq otağına heç də yeri qalmır. Yəni geniş ölçülüdür, düzdür. Qonaq otağı ilə eyni ölçü deyil, təbii ki, biraz fərq var. Amma mətbəx üçün çox ideal ölçüsü var. Yəqin ki, videodan da hiss edirsiniz. Deməli, yeni mətbəx mebelimiz yığılıb, şkaflar da çoxdur. Bunların içərisini ona görə göstərirəm ki, mənzil haqqında, şkaflar, hər şey haqqında tam təsəvvür formalaşsın sizdə. Onu deyim ki, girişdə olan isti döşəmə burada davam etdirilib, buranın da döşəməsi qranitdir, isti döşəmə ilə təchiz olunub. Buradan mənzilin bir eyvanına çıxış var, mənzilin ümumiyyətlə 2 eyvan var. Biri buradan, digərini isə yataq otağından. Burada da eyni ilə kondisionerin yeri qoyulub, TV internet çıxış buradadır. Burada 4 nəfərlik belə gözəl masamız yerləşdirilib, eyni zamanda soyuducu, soba, yəni bütün mebel texnika, hər bir şey var. Qaz peçi, aspirator quraşdırılıb. Üstü bu hissəsi deməli mərmərdir. Burada da gözəl yenə şkafımız yığılıb şüşə qapı ilə. İçərisində göstərim. Yəni gözəl də bəzədilib, zövqlüdür. İnşallah gəlib canlı baxanda da şahid olacaqsınız. Tavan hissəsində ümumi olaraq göstərim. Mərkəzdə lüstr və spotlardan istifadə olunub. Keçək, mən sizə göstərim mənzilin ümumi sanitar qovşağını. Girişdən üzbəüz yerləşir. İçərisi çox genişdir, rahatdır. Belə gözəl moydalarımız var burada. Eyni zamanda divar üçün unitaz. Onu deyim ki, gözəl, maraqlı teksturalı qranitlər seçilib ümumilikdə. Sağ tərəfdə isə duş kabinimiz yığılıb. İçərisi də kifayət qədər genişdir və ümumilikdə qara rəngli aksesuarlardan istifadə olunub. Yəni mən bu sanuzeli bəyəndim. İnanıram ki, siz də bəyənəcəksiniz. Buradan daxil oluruq mənzilin belə deyim əsas yataq otağına və burada da hər bir şey tam hazırdır. Yataq dəsti ilə tam olaraq təchiz olunub. Gözəl taxtımız yerləşdirilib. Burada görürsünüz, arxası da qufqa ilə işlənilib və bu hissədə şkafımız var. 4 qapı. Bunların da içərisini açın, baxın ki, qaranlıq məqam qalmasın sizin üçün. Dediyim kimi, otaqlarda döşəmə parketdir. Mərkəzdə gözəl lüstrumuz, tək işıqlardan istifadə olunub. Taxtın sağ və sol tərəfində bu hissədə gözəl güzgümüz yerləşdirilib. Aşağı hissəsi də şkaf və
bu yataq otağımızın daxilində yerləşir mənzilin ikinci sanitar qovşağı. Mənzildə ümumiyyətlə 2 sanitar qovşağı. Birini bayaq göstərdim ümumi olan, biri də bu yataq otağının daxilində. Buranı da ümumi olaraq göstərim. Hər bir aksesuar yerindədir. Görürsünüz, duş kabinimiz də yığılıb hazırdır. Bu hissədə moyladırımız mümtaz və təbii ki, burada isti döşəmədir. Ümumiyyətlə mənzildə qranit olan yerlər isti döşəməklə təchiz olunub. Keçək mən sizə göstərim ikinci yataq otağına, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə dediyim kimi ikinci yataq otağı demək olar, birinci yataq otağı ilə eyni ölçüyə malikdir və bayaq dediyim ikinci eyvana da bu yataq otağından çıxış var. Buranı da ümumi olaraq göstərim. Tam hazır vəziyyətdədir yataq dəstimiz və burada da yenə şkafımız yığılıb. Bu hissəsində yataqdan, yəni əlavə nəsə almağa ehtiyac yoxdur. Sadəcə gəlib yaşayırsınız. Tam axıra kimidir. Yuxarı hissələrdə eyni ilə şkafdır. Tavan hissəni də göstərim. Belə mən mənzildə olan demək olar hər şey sizin nəzərinizə çatdırdım. Məlumatlar deyim. Bayaq demişdim, mənzilin gözəl proyekti var. Yəni yel çəkən skvaznoy mənzili gördüyünüz hər iki tərəfə də baxır. Yəni bu ümumiyyətlə mənzillərdə üstünlükdür. Hamı istəyir ki, yel çəkən skvaznoy evi olsun. Yəni hava işləsin hər iki tərəfdə. Deməli, 3 otaqlı mənzildir. Yerləşir Nərimanov rayonu Qarabağ küçəsi, Təhsil Nazirliyinin yanında. Yeni tikili binada təzə təmirli və təmirdən də sonra yaşayış olmamış 3 otaqlı mənzildir. 120 kvadrat ölçüsü var. Yerləşir 14-cü mərtəbədə, 17 mərtəbəli bina. 14-cü mərtəbəsində gördüyünüz şəkildə satılır. Bütün mebel texnika hamısı qiymətə daxildir və hamısı da təzədir, istifadə olunmayıb və mənzilin də start olaraq qiyməti 460 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.